أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله الطيبين الطاهرين فلعنة الله على أعدائهم أجمعين أما بعد قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم فإذا فرغت فانصب وإلى ربك فارغب صدق الله العلي العظيم والسلام عليكم ورحمة الله وبركاته. Əziz və hörmətli möminlər, bugünkü cümə söhbətimizin mövzusu zamanın, vaxtın dəyərləndirilməsi və o cümlədən 20 yanvar şəhidlərimizin necə mübarək və müqəddəslik qazanmasına həsr olunacaqdır. Bildiyiniz kimi, həm Qur'an-ı Kərimdə, həm də Peyğəmbər əleyhissalamın, o cümlədən məsum əhl-i beytin mübarək kəlamlarında zamanın, vaxtın çox dəyərli olduğu və insanların hətta zamana görə qiyamətin günündə sorğu-suala çəkiləcəkləri haqqında kifayət qədər xəbərlər vardır. Əgər biz Qur'an-ı Kərimə müraciət etsək, görərik ki, uca Rəbbimiz Qur'an-ı Kərimdə zamanı, vaxtı o qədər dəyərli bilir ki, bir neçə yerdə və hətta bir neçə surənin başlanğıcında məhz zamana, məhz vaxta and içir. Məsələn, vəl-əsr, and olsun əsrə və ya axşam çağına. Vəz-zuha, and olsun sübh çağına və s. Bütün bunların hamısı onu göstərir ki, vaxtın, zamanın uca dərgahda xüsusi bir mübarəkliyi, xüsusi bir müqəddəsliyi vardır. Nə üçün Allah zamana and içir? Bu suala belə cavab verə bilərik ki, əvvəla Qur'an-ı Kərimdə olan andlara baxdıqda biz görürük ki, Allah nəyə and içirsə, o andda iki əsas məqsəd var. O məqsədlərdən birincisi, içdiyi andın, yəni varlığın özünün əhəmiyyətli olması, özünün dəyərli olmasıdır. Yəni, əgər Qur'an vəş-şəmsi və-zuhaha deyirsə və yaxud vəl-əsr və-zuha və s. deyə and içirsə, bunun mənası o deməkdir ki, həmən varlığın özünün Allahın nəzərində mübarəkliyi vardır. Axşam çağına, sübh çağına, günəşə, aya və s. and içməyin birinci mənası bu oldu ki, bu varlıqlar uca Rəbbimizin nəzərində çox dəyərlidir. Hətta bizim dərk etməyəcəyimiz səviyyədə. Uca Allahın Qur'anda and içməsinin ikinci mühüm bir səbəbi deyiləcək, veriləcək xəbərin özünün əhəmiyyətli olmasıdır. Məsələn, Şəms surəsində uca Rəbbimiz 11 dəfə and içdikdən sonra qad əfləhə mən zəkkəhə, hər kəs öz nəfsini təmizləsə nicat tapacaqdır deyə buyurur. Yəni, həmi and içilən obyektlərin, varlıqların özünün müqəddəsliyi və həm də o andlardan sonra veriləcək xəbərin əhəmiyyətini bildirmək üçün uca Rəbbimiz Qur'anda and içib. Bəzən sual olunur ki, Allah Qur'anda nə üçün and içsin?
Andı biz nə zaman içirik? Öz doğruluğumuzu sübut etmək üçün və yaxud da qarşı tərəfi əmin etmək üçün, qarşı tərəfi olunan hadisəyə inandırmaq üçün. Uca Rəbbimizin isə Qur'anda and içməsi qeyd etdiyim kimi bizim andımızdan çox fərqlidir. Birincisi bu oldu ki, and içdiyi varlıqların dəyəri, ikincisi isə o andlardan sonra veriləcək xəbərin əhəmiyyəti. Bu məsələyə diqqət etdikdə biz görürük ki, həqiqətən də Uca Allah insanın vaxtını boşa xərcləməsini qəti şəkildə pisləyir, nifrət edir və Peyğəmbər əleyhissalama vaxtını nə bada boşa keçirməsini qəti şəkildə xəbərdarlıq edərək belə buyurur. İnşirah surəsinin 7-8-ci ayələridir. فَإِذَا فَرَغْتَ فَانْصَبْ وَإِلَى رَبِّكَ فَارْغَب. Elə ki, boş oldun, yəni boş vaxtın oldu, nə bada onu bikar keçirəsən. Rəbbinə tərəf dön və ibadətlə məşğul ol. Deməli, bu ayə onu göstərir ki, Peyğəmbər əleyhissalama ünvanlanmış bu əmr, əgər diqqət etdinizsə, Peyğəmbərə müraciət əmr şəklində nazil olub. Yəni, əmr o deməkdir ki, ixtiyar verilmir, müxatəbə. Peyğəmbərə fəiza fərəxtə, o zaman ki, boş vaxtın oldu ifadəsi ardınca fənsab və ilə Rabbikə fərğab. Mütləq o vaxtı ibadətlə, faydalı bir işlə keçir. Biz Peyğəmbər əleyhissalamın ömrünün boşa keçmədiyini, o ömrün, o zamanın uca dərgahda nə qədər mübarək və müqəddəs olduğunu başqa bir ayədən belə öyrənirik. Lə'umrikə, uca Allah Peyğəmbərə buyurur ki, and olsun sənin ömrünə. Təkcə bu ayə kifayət edir ki, deyək, Peyğəmbər əleyhissalam boşuna, mənasız ömür keçirmədiyinə görə, uca Rəbbimiz o ömrü, onun keçirdiyi o vaxtları öz dərgahında mübarək qılmış və o mübarək ömrə Qur'anda and içmişdir. Bu kifayət eləyir ki, əziz möminlər, biz ömrümüzü nəyə sərf edək və biz ömrümüzü necə keçirək. Biz həmçinin Peyğəmbər əleyhissalamın mübarək kəlamlarına da baxdıqda görürük ki, Peyğəmbər əleyhissalam mübarək kəlamlarında qiyamətin günündə keçirdiyimiz hər anımız üçün bizdən mütləq sorğu-sualın olunacağını bir neçə hədisində, o cümlədən də İmam Zeynul Abidin əleyhissalam öz mübarək kəlamlarının birində buyurmuşdur. Yəni, indicə deyəcəyim hədis o qədər əhəmiyyətli bir mövzuya həsr edilib ki, onu həmi dəfələrlə Peyğəmbərimiz və hətta ondan sonra gələn imamlarımız xüsusi olaraq qeyd ediblər. Peyğəmbər əleyhissalam buyurur ki, qiyamət günü bir insan 4 suala cavab verməyənədək bir addım belə ata bilməz. Birinci sual, ömrünü nəyə sərf etdin? Özü də çox maraqlıdır ki, hədisin orijinalında, yəni ərəbcəsində yus'əl an umrihi fīmə əfnah ifadəsi işlənib. Ömrünü nəyə fəna etmisən? Fəna bizim də dilimizdə istifadə elədiyimiz bir sözdür, ərəb dilindən keçib.
Fəna bir şeyi həm bada vermək mənasındadır, yəni boşa vermək və həm də onu qiymətli bir şey üçün xərcləmək mənasını ifadə edir. Deməli, yaşayan insan, biz insanlar ömrümüzü ya bada veririk və yaxud da onu qiymətli nələrəsə xərcləmiş oluruq. Bu ifadə onu göstərir ki, həm də Peyğəmbərimizin bizim üçün xüsusi bir xəbərdarlığı vardır. Fənanın içərisində olan mənalar ondan xəbər verir ki, əgər siz onu fəna etsəniz, yəni boşuna xərcləsəniz, bada versəniz, mütləq və mütləq o ömrü keçirdiyiniz işlərə görə, yəni boş işlərə görə sizin üçün cəza nəzərdə tutulmuşdur. Və yaxud bunun əksini düşünək. Deməli, əgər bu ifadə həm də onu göstərir ki, biz ömrümüzü yaxşı işlərə sərf etmiş olsaq, şübhəsiz ki, o ömrün mükafatını alacağıq. Və hətta çox maraqlıdır ki, əziz möminlər, uca Rəbbimizin mərhəməti o qədər genişdir ki, bəzən biz sərf etdiyimiz elə işlər var ki, o işlər zaman baxımından qısa olsa da, əhəmiyyətinə görə Allah onu uzun zamanlara bərabər tutur. Nə deməkdir bu? Məsələn, səhih hədislərə istinadən deyə bilərik ki, Peyğəmbər salavatullah buyurur ki, hər kəs bir saat elmlə məşğul olsa, 60 illik nafilə müstəhəb ibadətdən üstündür onun üçün. Diqqət eləyin. Deməli, bəzən bizim ömrümüzü sərf etdiyimiz işin əhəmiyyəti o qədər zəruridir, o qədər uca Allahın, Peyğəmbərin, məsum Əhl-i Beytin nəzərində qiymətlidir ki, bir saat 60 illik ömrə bərabərdir. Hələ alimlərimizin bu hədisə verdikləri təhlil onu göstərir ki, Peyğəmbər salavatullah bu hədisdə 60 sözünü nisbi rəqəm mənasında işlədib. Nisbi rəqəm, yəni 59-60 deyil, 60 sayısız, hesabsız rəqəm. Bu Quranda da işlənib. Məsələn, münafiqlər üçün istəyirsən 70 dəfə istiğfar dilə. Bəzən bizim də aramızda işlədirik. İstəyirsən bu sözü 100 dəfədir. Məqsəd o 100 rəqəmi deyil. Yəni nə qədər deyirsən de, sonsuza dəlalət edir. Deməli, əgər biz hədisi bəzi alimlərimizin də qənaətinə üstünlük versək, belə çıxır ki, elmlə bir saatlıq məşğuliyyət bütöv zamanlara dəyən bir ömürdür. Lap tutalım ilə 60-ı rəqəm mənasında götürək, yəni qeyri-nisbi rəqəm. Yenə də bir saat 60 illik ibadət mislində görün nə deməkdir. Və yaxud da İmam Cəfər-i Sadiq əleyhissalam mübarək kəlamlarının birində buyurur ki, hər kəs uca Allahın ayatı, ayat, ayə sözünün cəmidir, nişanə mənasındadır. Yəni onun qüdrəti, məsələn, baxa bir ağaca ilahi qüdrəti düşünə, baxa səmaya Allahın necə əzəmətli, necə qüdrətli bir varlıq olduğunu düşünə. İmam əleyhissalam buyurur ki, hər kəs bir saat Allahın ayatı haqqında, nişanələri haqqında düşünərsə, onun üçün 60 illik ibadət yazılacaqdır. Deməli, bir adam otura və yaxud girə bir bağa və ya otura məsciddə, evində şərt gətirilməyib harda olması, yalnız və yalnız uca Allahın qüdrət nişanələri haqqında düşünsə,
60 illik savabı əldə eləmiş olur. Bu və digər bu növdən olan hədislər, əziz möminlər, onu göstərir ki, həqiqətən də ömrü nəyə sərf etməyin çox böyük əhəmiyyəti vardır. Və ona görə də bizim həm Peyğəmbərimizdən, həm də məsum imamlarımızdan nəql edilmiş bir çox rəvayətlər onu göstərir ki, müsəlman, mömin olan şəxs bir an olsun belə öz ömrünü bada verməməlidir. Çünki qiyamətin günündə həmən ömür bir nemət olaraq ona verildiyi üçün mütləq mizan və tərəzidə ondan onun haqq hesabı çəkiləcəkdir. Qiyamətin günündə ilk soruşulacaq ömrümüz, ardınca isə bilik və elmimizdən necə istifadə etdik sualıdır. Yəni, bildiklərini hara xərclədin? Əfsuslar olsun ki, bəzi insanlar bildiklərini ya gizlədirlər və yaxud da onu elə şeyə fəna edirlər ki, fəna etdikləri şey öz-özlüyündə çox dəyərsiz, çox əhəmiyyətsizdir. Hər iki halda sorğu-suala cəlb olunacaqdır. Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində bu hədisi Məhəmməd ibn Yaqub Kuleyni Usul-i Kafi əsərində nəql edir. Buyurur ki, hər kəs bir elmi bildiyi halda onu gizlətsə, qiyamətin günündə uca Allah onun ağzına otdan olan bir noxta vuracaqdır. Noxta bilirsiniz də, ulağın ağzına vurulan əşyaya deyirlər. Deməli, insan bildiyini heç vaxtı gizlətməməlidir. Çalışmalıdır ki, öyrəndiyini cəmaata, başqalarına da öyrətmiş ola. Və yaxud da bəzən bildiklərini doğru istiqamətə yönləndirmir. Bildiklərini, məsələn, sülh yaratmaq əvəzinə fitnə fəsad yaradır və s. Ona görə də insanın bildikini nəyə sərf etməsi də, əziz möminlər, Peyğəmbərimizin mübarək kəlamında xüsusi olaraq vurğulanır. Elm öyrən, bu böyük savabdır. Amma öyrəndiyini də harada xərclə çox əhəmiyyətli bir məsələdir. Bəzən görürsünüz, insanlar Peyğəmbər elmin əleyhinə olub, din, İslam, Qur'an elmin əleyhinədir və s. bu kimi xoşagəlməz fikirlər səsləndirirlər. Əlbəttə ki, belə fikirlərin səsləndirilməsinin iki əsas mənası ola bilər. Birincisi, bu kimi insanların İslam mədəniyyəti, xüsusi ilə də Qur'an və Peyğəmbərimizin, o cümlədən imamlarımızın həyatı haqqında məlumatları yoxdur. İkincisi isə bu ola bilər ki, hətta məlumatları var, amma qərəzkardırlar. Peyğəmbərə bütövlükdə, İslama, Qur'ana qarşı olan nifrətləri onları qərəzkar olaraq yanaşmalara sövq etmişdir. Biz Qur'ana da, hədislərə də baxdıqda görürük ki, elmə təşviq var. Elmi öyrətməyin zəruriliyi, əhəmiyyəti vurğulanıb. Amma öyrəndiyini də hara xərcləmək, bu da xüsusi olaraq Peyğəmbərimiz tərəfindən vurğulanır. Bu günləri dünyada baş verən kütləvi qırğınlar, kütləvi qırğın silahları və s. hamısının əsasında elm dayanır. Amma o alimlər bildiklərini doğru istiqamətə yönləndirmədikləri üçün nəticədə bəşəriyyəti məhv edəcək silahlar icad olundu.
Deməli, elm öyrənmək nə qədər əhəmiyyətlidirsə, o qədər də əhəmiyyətli o elmi nəyə sərf etməkdir. Qiyamət günü, əziz möminlər, bizdən soruşulacaq üçüncü sual, malını, pulunu, var dövlətini haradan əldə etmisən? Çox önəmli bir məsələdir. Var dövlətini haradan qazanmısan? Bilirsiniz ki, haram yolla əldə edilmiş qazancda böyük cəza vardır. Fırıllaq yolla, kimisə aldatmaqla, sələm yolu ilə, ölçü və çəkidə aldatmaqla və s. şübhəli yolla. Baxın, Peyğəmbər əleyhissalam buyurur ki, müminin xüsusiyyətlərindən biri şübhəli şeylərdən çəkinməkdir. Əgər qazancında şübhə varsa, gərək o qazancı kənara qoyasan. Çünki qiyamət günü sorumlusan. Və həm də bu hədis bizə onu göstərir ki, haradan qazanıb yemisən. Həm də bizə məsuliyyət yükləyir, əziz möminlər. Bizim cavanlarımız indiki dövrdə bir hissəsi əfsuslar olsun ki, zəhmətə alışqan deyirlər, işləmək istəmirlər. İmam Zeynul Abidin əleyhissalam əlində bel yer şumlamaq üçün alətdir. Gedirdi, bir dəstə adamın yanından keçəndə həmən dəstə gördü ki, imam çölə gedir, əlində yer şumlamaq üçün alətlə tez yaxınlaşdılar. Ey Rəsulullahın övladı, biz qala-qala sən mi işləyəcəksən? İcazə ver və göstəriş et, biz sənin işini görək. İmam əleyhissalam qəti şəkildə etiraz etdi və gözəl bir cümlə buyurdu ki, bu iş mənim ata-babamdan mənə miras qalıb. Bu iş yəni nə? Öz əlüvün zəhmətini yemək. Bəzən görürsən ki, elə insan var ki, kiminsə sayəsində yaşamaq istəyir. Atası, əmisi, dayısı, qohumu, nə bilim, dostu mənim üçün şərait yaratsın, mənim üçün filan işi görsün. Bu düşüncənin özü təkcə səhv olmaqla deyil, həm də çox kərahətli bir düşüncədir. Allahın xoşuna gəlməz bir düşüncədir. Məclisimizdə olan xüsusilə də əziz cavanlarımız. Ona görə də biz, baxın, rəvayətlərdə əks olunub ki, Həzrəti Süleyman əleyhissalamı o qədər var dövlətin verilməsinə baxmayaraq, öz ailəsinin gündəlik tələbatını zəmbil toxuyub satmaqla dolanarmış, keçindirərmiş. Zəmbili toxuyar, onu özü bazara aparar, satar, əldə elədiyi zəhmətdən yalnız və yalnız özü və ailəsinin təminatını təmin edərmiş. Peyğəmbərlər də bizim üçün üsve-i həsənədir də, yəni gözəl nümunədirlər. Bir nəfər gəldi İmam Sadiq əleyhissalamın yanına, məşhur tacir idi, imamla yaxşı münasibəti var idi. Dedi, ağa, axşamdan bütün mağazalarımı bağlamışam, daha ticarət etməyəcəyəm. İmam əleyhissalam ona kərahətli şəkildə baxdı, dedi, dərhal dur, get, dükanlarını aç və ticarətini genişləndir. İmam əleyhissalam ağlı olan şəxs ticarəti tərk etməz deyə buyurdu. Hədis Hür Amilinin Vəsailu Şiə əsərindəndir. Qaynağını da deyirəm ona görə ki, yəni əlimizdə olan mötəbər mənbələrdən nəql edilmiş hədislərdəndir. Ona görə də əziz möminlər və xüsusi ilə də bizim cavanlarımız ömrünüzü fənaya verməyəsiniz. Mütləq və mütləq onu faydalı işə həsr edəsiniz. Elm və mədəniyyət öyrənməklə və yaxud da qazanc əldə etməklə. Baxın, əgər bu günləri sənin çoxlu var dövlət qazanmağa imkanın varsa, nə badə qazanmayasan. Qazanmamağına görə sənin üçün haqq hesab var. Əlbəttə ki, bizim haramla işimiz yoxdur. Onu biz bir mənalı şəkildə qoymuşuq kənara. Söhbət halal qazancdan gedir. Nə qədər əgər aranızda, əziz möminlər, var dövlət qazanmaq imkanı
olan varsa, var dövlətin ardınca getsin. Bu, Əhl-i Beyt imamlarının bizə olan tövsiyyəsidir. Heç bir Əhl-i Beyt imamından və yaxud Peyğəmbərimiz başda olmaqla Peyğəmbərimizdən bir hədis belə oxuya bilməzsiniz ki, çəkilin dağlarda, daşlarda yaşayın və yaxud da gedin kiminsə hesabına ömür gün sürün. Ticarət, əkinçilik və s. Kimin nə var dövlət qazanmağa fürsəti varsa, var dövlət qazansın. Ona görə ki, var dövlət qazandıqca sənin üzərinə dini vergilər gələcək. Məsələn, 40 qoyun saxlasan, bir dənəsin zəkat verəcəksən. Olmasa vermirsən axı. Deməli, sənin bir qoyun zəkat verməyin gör neçə ailənin həm də doymasına səbəb olur. Və yaxud malının xumusunu çıxaracaqsan. Var dövlət yoxdursa, bu ildən o ilə qazanc qalmayıbsa, hardan xumus, elə özün xumus yiyən olacaqsan. Ona görə də xumus verəcəksən neçə ailəni, hansı ki ona haqqı var, dolandıracaqsan. Ona görə də imamlarımızın, Peyğəmbərimizin bizə olan tövsiyyəsi ondan ibarətdir ki, əziz möminlər, var dövlətin ardınca gedək, amma unutmayaq ki, haqq hesabı vardır. Dördüncü sual budur bizim qiyamət günündə veriləcək suala gərək indidən cavab tapaq. Bədənini necə istifadə etdin və onu harada yordun? Və an cismihi fīmə əblahu. Bədəni nəyə həsr etmisən? Bəzən görürsən ki, insanlar Allah ona sağlam bədən verib, amma o bədəni normal bir istiqamətdə xərcləməyiblər. O bədəni haramın, xoşa gəlməz işlərin ardınca yorublar. Amma o bədəni sən zəhmətə, ibadətə, çörək qazanmağa, var dövlət qazanmağa və yaxud da kiminsə xidmətində işləməyə sərf etsən, o yerdə yorsan, qiyamətin günündə onun üçün sən böyük mükafatlar əldə etmiş olacaqsan. Amma Allah eləməmiş kimi onu əksinə istifadə etsən, Peyğəmbərimiz buyurur ki, həm də İmam Zeynulabidin əleyhissalam buyurur ki, o yorduğun bədənə görə əgər harama, məkruhata həsr etmisənsə, mütləq və mütləq cavab verəcəksən. Deməli, əziz möminlər, bütün bunların hamısı onu göstərir ki, biz ömrümüzü gərək bölək, günümüzü də bölək, ayımızı da bölək və s. Zamanı necə bölək? Əgər biz ayə və hədisləri təhlil etsək, görürük ki, məsumlarımız bizim üçün ömrümüzdən necə istifadə etməyimizin proqramını bizə veriblər. Birinci yerdə gəlir Allahla münacat. Mütləq şəkildə uca Allaha gün ərzində vacib buyurulmuş ibadətlər və yaxud da onunla yanaşı müstəhəb işlər. Münacat adətən insanın oturub Allahla öz arasındakı söhbətə deyərlər. Amma biz onun mənasını daha da geniş götürsək, deyə bilərik ki, uca Allaha bəndənin ibadət etməsi, dua etməsi, ondan öz istəklərini diləməsi. Məsumlarımızın ömrümüzü necə keçirək deyə verdiyi proqramın içərisində ikinci yerdə dayanır ruzi qazanmaq. Mən bu qeyd etdiklərimi hədislərdən çıxarmışam. Nəticədir bunlar. Ruzi qazanmaq. O haqda bir balaca danışdıq. Ruzini elə qazanmalıyıq ki, harama səbəb olmasın və həmçinin bacardığımız qədər o qədər qazanmalıyıq ki, başqalarını da yedirdə bilək. Bu çox önəmli bir məsələdir ha. Başqalarını yedirtmək. Qur'anın əsas xətti budur. Əgər diqqət edirsinizsə, birinci qism ayələrdə əqimus səlata və ətuz zəkat. Namazı qıl, zəkatı ödə. Zəkatı ödəmək başqalarını yedizdirməkdir.
və yaxud da möminlərin xüsusiyyətlərini sadalayarkən və yut'imut ta'am, başqalarına yemək yedizdirərlər. Bu xüsusiyyətə diqqət eləmək lazımdır. Bütün bunların hamısı bir daha onu göstərir ki, mömin ömrünü ruzi qazanmağa həsr etməlidir. Üçüncü yerdə dayanır əziz möminlər, dostlarla, qohumlarla ünsiyyət. Yəni, məsumlarımızın bizə verdiyi ömrümüzü necə keçirək proqramına baxsaq, burada hədislərin sayı və hədislərin səhihlik dərəcəsinə diqqət eləsək, onları təhlil eləsək, görərik ki, üçüncü yerdə dayanır dost-tanışla, qohum-əqraba ilə ünsiyyətin necədir? İnsan ictimai varlıqdır. Bayaq qeyd elədik. Heç bir məsumdan nə həyat tərzlərindən oxuya bilməzsiniz, nə də buyurduqlarından eşidə bilməzsiniz ki, get çəkil, dağda, daşda ibadətlə məşğul ol, özünü cəmiyyətdən kənar tut. Heç vaxtı. Məsumlarımızın hamısı ictimai insan olublar, vəzifəsi olan vəzifə başında, məsələn, Peyğəmbər, məsələn, İmam Əli, məsələn, 6 aylıq İmam Həsən əleyhissalam dövlət başçısı kimi fəaliyyət göstəriblər və o cümlədən də insanlar içərisində olub, həmi qohum-əqraba ziyarəti, həmi dost-tanışlarla ömür gün keçiriblər. Bu, çox önəmli bir məsələdir. Dördüncüsü istirahət. Müminin xüsusiyyətlərindən biri Peyğəmbərimizin, imamlarımızın rəvayətlərində nəql olunmuş xəbərlərdən bir neçəsi həm də onu göstərir ki, mömin mütləq istirahət etməlidir. Xoş istirahət, halal istirahətdən danışırıq. Hər kəs özü müəyyən etsin öz istirahətini. Gün ərzində və ya il ərzində hara getmək, harada və necə dincəlmək. Hədislər bizə tövsiyə edir. Çünki istirahət olmasa, tibb elmi də sübut eləyib ki, orqanizmdə hansı fəsadlar baş verə bilər. Beşinci yerdə gəlir elmlə məşğul olmaq. Deməli, elmlə məşğul olmağın fəziləti o qədər əhəmiyyətlidir ki, amma biz əvvəlki sadaladığım o xüsusiyyətlərə, o proqramda verilmiş o göstərişlərə riayət etməsək və ya sahib olmasaq, bizim elm əldə etməyimiz də mümkünsüz olar. Və xüsusi ilə də müasir dövrdə elm və təhsil əldə etmək üçün nəyə ehtiyac var? Maddiyyata ehtiyac var. Heç kəs deyə bilməz ki, pul olmadan mən oxuya bilərəm. İndiki dövr kapitalist quruluşudur. Kapitalizm yəni pul quruluşudur və s. Ona görə də bütün bunların hamısını təhlil etdikdə belə bir anlaşılır ki, mömin heç vaxtı öz ömrünü, öz vaxtını boşa xərcləyə bilməz. Ömrü üçün, qazandığı ruzu üçün qiyamətin günündə haqq hesabı vardır. Ona görə də Allah rəhmət eləsin Sədi Şiraziyə deyir, utansın o kəs ki, ömrü puç etdi, dünyadan köçərkən xəcalət getdi. Ey bazara gedən pulsuz sərsəri, qorxuram əli boş dönəsən geri. Gülüstanın ilk səhifəsində bu şeirlərdir. Yəni bizim alimlərimiz də, mütəfəkkirlər də hamısı ömrümüzü heç vaxtı boşa xərcləməməyi bizə tövsiyə ediblər. Bütün bu danışdıqlarımın misalında əziz möminlər, biz görürük ki, həqiqətən də bizim üçün mübarək olan şəhidlər öz ömürlərini nəyə sərf ediblər? Öz ömürlərini onlar elə bir şeyə həsr ediblər ki, Qur'an onların haqqında heç vaxtı ölü deməyin deyə buyurur. Qur'an onların haqqında Allahın yanında ruzi yeməklə məşğuldurlar deyə buyurur. Bizim xalqımız qədimdən bəri xüsusi ilə də
90-cı ildən etibarən həmi birinci, həmi ikinci Qarabağ müharibəsində necə iştirak etməsi, necə igidlərimizi fəna etməsi hər kəsə bəllidir. Bu fənalıq boşa getmədi, əbəs yerə xərc olunmadı. Bu fənalıq onu göstərdi ki, həqiqətən də onlar o ömürlərini elə bir şeyə xərc etdilər ki, əbədi olaraq yaşayacaqlar. Uca Allahı and verək, öz izzəti cəlalına xatir bütün şəhidlərimizə rəhmət etsin. Onların məqamı onsuz da ucadır, daha da uca etsin. Uca Allah bütün şəhidlərimizi Kərbəla şəhidləri, İslam şəhidləri ilə məşhur etsin. Uca Allah bir daha bizim xalqımıza şəhadət mübarək olsa da, amma həm də ağrılı, acılıdır. Müharibə, acılıq, yoxsulluq nəsib etməsin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.